Sakit, mən belə bir tendensiya var. Biz eşidirik ki, nəsə bu Azərbaycan məhsuludur. Deyim ki, tekstildə olsun, harda olursa olsun, məhsul, qida tərəfində də olsun. Biz deyirik ki, bunu almayaq, bundan bir şey çıxmayacaq. Gedək görək Türkiyəni, nə bilim, ən pis halda Çininkini gedib alırıq. Nə vaxt bizim özümüzə etibarımız olacaq? Valla bu ən yaxşı suallardan biridir məncə. Mən bunu 2018-ci ildə bir yerdə dedim. Koreya 1965-də sıfırlanmış ölkədir. Və onlar qoruma iqtisadiyyatı gətirirlər. Qoruma iqtisadiyyatında qərar verirlər ki, bizim bütün ticarət öz istehsalatlarımızdan olacaq. Amma öz istehsalatımız olmayan yerləri kənardan alacaq. Firma sahiblərinə sadəcə keyfiyyət olaraq inkişaf edin və qlobala da söz sahibi olun və çıxın. Hal-hazırda Koreyanın ixracatı 500 milyard dollar səviyyəsindədir. 500 milyard dollar səviyyəsindədir. 1965-də sıfır olan ölkədən bəhs edirəm. Bunun bəşqə know-how falan filan var. O tarixdə də 2 milyard dollar Marshall kredisi alıblar. Eyni tarixlərdə, yanlış xatırlamırsam, biraz daha 80'lərdə də ola bilər. Türkiyədə 2 milyard dollar Marshall kredisi alıb Amerikadan. Türkiyənin ixracatı 270 milyard dollardır. 100 illik ölkədir. Bizim öz sənayimizə, öz məhsulumuza güvənimiz və alışımız olmadığı müddətcə bizim sənayimizin inkişaf eləmək, iqtisadımızın inkişaf eləmək ehtimalı yoxdur. Devlət indi tenderlarda mənşəyi özümüzdə olan məhsulları %20 daha bahalı almağa qərar veriblər. Bu tətbiq edilməlidir və artırılmalıdır. Mənim fikrimcə, böyük marketlər, onlar da Azərbaycan məhsullarını yaxşı qiymətə təmin edib bazara yerləşdirməni adət halına gətirməlidirlər. İdxalı bu qədər şişirtməməlidirlər. Onun satışına önəm verməlidirlər. Limonatda, suda, simçikada və s. və ilə axır. Biz sənayini yaşatmadığımız müddətcə ticarətlə məşğul olacaq və bizim hər zaman idxalımız çox ayrı olacaq. Mənim az əvvəl dediyim kimi, bizdə bəzən qohum qohumu sevmir. Qohum qohumu qısqanır. Hətta çoxu zaman. Biz birbirimizi sevməyi öyrənməliyik. Bir-birimizi dəstəkləməyi öyrənməliyik. Xaricdə Azərbaycanla görüşmür. Yəni, mənim varlığımı bilər, mənim burada gördüyüm işləri bilər falan. Amma mən bu mövzuda Yahudi camiasını çox ciddi dəstəkləyirəm. Çox. Yəni, adamlar birbirini dəstəkləmək, ticarətdə böyütmək, bərabər inkişaf elətirmək, potansiyeli olan adama yatırım eləmək ki, inkişaf elə, amma inkişaf eləyəndən sonra öz millətinə bu qədər katkı ver və s. və ilə axır. Ona görə də bizim uğurlu olmalıyıq. Mən Azərbaycan məhsulları geyinirəm. Bu Azərbaycan istehsalatıdır. Şalvar Azərbaycan istehsalatıdır. Sarışqa Azərbaycan istehsalatıdır. Birçoğu da. O yüzden Azərbaycanlığa, indi bu dəqiqə, yəni bilmirəm, at çəkmək olar yoxsa olmaz, yəni tekstildə. Maria Russo hal-hazırda Özbəkistanda ofis açdı. Sizin Özbəkistanda ofisiniz var. Bəli, bəli. Yəni, başı tekstil açdı, davam edirlər inkişaf elətdirməyə. Bizim özümüz varıq. Yəni, biz Azərbaycan brendinin yanında olmalıyıq, dəstəkləməliyik. Hə, mənim keyfiyyətsizdir. Gedib deməliyik ki, biraz keyfiyyətli elə. Bax, bu bundan yaxşıdır. Amma o sahibkar səmimidirsə keyfiyyətli eləyəcək. Bax, biz bugün bir limonat istehsalat yerindən gedirik. Qızılquyu, Elman müəllimgil, Ayan əmimci. Keyfiyyətə inana bilmərsiniz. Su qusardan gəlir. Yəni, dad möhtəşəm. Gətirsəydim sizə ikram edərdim. Yaddan çıxdı amma sözümüz olsun. Demək istəyirəm ki, biz öz sahibkarlarımızı dəstəkləməliyik. Öz sahibkarlarımızın yanında olmalıyıq. Sevməliyik də. Mən xaricdə təhsil olanda doktorantur oxuyuram. Gəlmişəm, mənim daim oğlu başqa yerdə oxuyur. Mənə sual soruşur. Daimin yanında məni biabr eləməyə çalışır. İqtisad nədir? Ulan, mən aliməm. Mən doktorantur oxuyuram. Bu sualdır mı ya? Bəllidir niyə soruşdu o? O yüzden bu kıskançlık duygusunu ve öz sahiplerinin inkişaf elətdirmə arzusunu kıskançlık öldürməliyik, onu artırmalıyıq. Bu problem təəssüf ki var. Güvənmirik birbirimize. Güvənməliyik.